Şəhərin mərkəzində tam hazır əşyalı bir mənzil sizin qarşınızdayam. Tam hazır giriləşən mənzildə yəni əlavə nəsə almağa ehtiyac yoxdur. Bina da ərazinin ən gözəl premium binalarından biridir. Geniş həyəti, uşaq meydançaları, yeraltı avtodayanacaq hər bir şərait var bu kompleksdə. Elə başlayırıq mənzilin giriş hissəsi, üzr istəyirəm, qonaq otağından. Geniş qonaq otağımız var. İlk öncə nəzərinizə çatdırım. Buradan balaca da eyvanı var. Binanın həyətinə baxır. Dediyim kimi, uşaq meydançaları hər bir şəraiti var. Mənzildə nə görürsünüz, hamısı qiymətə daxildir. Deməli, burada nə var, mən bir-bir olar sizə göstərim. Deməli, 6 nəfərlik masamız yerləşdirilib burada. Künc divanı, böyük ekran, televizor, otağın işıqlandırmasında lüstr spotlardan istifadə olunub. Kondisioneri kimi hər bir şey var bu mənzildə. Dediyim kimi, giriləşən mənzildir. Sənədlər də qaydasındadır, çıxarış, yəni kupçada var. Keçək qonaq otağına bu qədər giriş hissəni göstərim sizə. Mənzilin giriş hissəsindəyik. Giriş qapımızı görürsünüz. Daxil olduqda sol tərəfdə bu hissə dolab yığılıb. Tam axıra kimidir. Yuxarı hissələr də şkafdır. Və mənzil nəzərə çatdırım ki, bir otaqdan 2 otağa düzəlmədi. Ona görə mətbəx hissə girişdən sol tərəfdə bu hissədə yığılıb. Mətbəx bölməyiniz burada yığılıb. Dediyim kimi, bütün məişət texnikalar, hər bir şey var. Soba, paltar yuyan, soyuducu. Üst hissəsi və sinəliyi mərmərdir. İşıqlandırmasında spotlardan istifadə olunub. Bu hissədə də divarçı şkafımız yığılıb. Orada əşyalarınızı yığa bilərsiniz. Və keçək, mən sizə göstərim mənzilin yataq otağına keçməzdən öncə sanitar qovşağı. İçərisi kifayət qədər genişdir. Bütün aksesuarlar da hazırdır. Mənzildə də çox az bir müddət yaşayış olub. Və buradan da daxil oluruq mənzilin yataq otağına. Yataq otağı demək olar qonaq otağı ilə ölçü olaraq eynidir. 200 kvadrat fərq ola bilər. Yəni otaqların genişliyini nəzərdə çatdırmaq istəyirəm. Yataq dəstimiz tam olaraq hazırdır. Taxtımız o hissədə şkafımız da yerləşdirilib. Və buradan mənzilin eyvanına çıxış var. Geniş də eyvanı var. İstilik sistemi kombidir. Aparatı kimi hər bir şey tam hazır vəziyyətdədir. Bu hissədə make-upımız, TV internet çıxış isə burada yerləşdirilib. Burada da kondisionerin də yeri qoyulub. Tavan hissəsində ümumi olaraq göstərək, işıqlandırmada lüstr spotlardan istifadə olunub. Belə, mən demək olar mənzildə nə var, nə yox, hər şey sizin nəzərdə çatdırdım. Məlumatlar deyirəm, yerləşir 28 mayda metronun düz yanında, premium binada, tam əşyalı hazır bir otaqdan 2 otağa düzəlmə mənzildir. 71 kvadrat ölçüsü var. 6-cı mərtəbədə yerləşir. Sənədlər də qaydasındadır, çıxarış, yəni kupça da var və mənzilin qiyməti 313.000 manat təyin olunub. Real alıcılara təbii ki, endirim nəzərə alınıb. Əlavə məlumat üçün də göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.